Salam dostlar, baxmayaraq ki özüm dəfələrlə bu məlumatları görəndə xəbərdarlıq məlumatlarını yaxınlarıma, bilişlərimə göndərirəm, amma dünən özüm fırıldaqçıların qurbanına çevrildim. Deməli, Telegramda mənim yaxın bildiyim bir adamın adından mənə yazıldı ki, yəni eyni profil, eyni yəni rəsmi rozet falan mənə yazıldı ki, mənə falan qədər məbləğ göndərə bilərsən kartına. Mənim kartımda nə varsa, amma çox təəssüf edirəm, özüm yeni bir biznes açdığım üçün zəhmətlə qazandığım bir məbləğ idi və dünən bütün gün özümə gələ bilməmişəm. Yəni gecəni belə yata bilməmişəm. Nə yalan deyim, yəni bunu mən özümə sığışdıra bilmədim ki, mən elə də gözü qapalı insan deyiləm, amma yəni insanda düşündüm ki, ehtiyac var, göndərdim və dedi ki, mən xarici ölkədəyəm. Daha sonra Instagramda gördüm ki, Azərbaycandadır. Yazdım ki, demək ki, mən fırıldaqçıların qurbanına çevrilmişəm. Bəs məndən bu qədər pul istəmişəm. Dedi ki, mən belə bir şey istəməmişəm. Mənim Telegram yoxdur. Və həmən Kapital Bank'a zəng edirəm. Kapital Bank'a dedim ki, digər kart səhv eləmirəmsə, sizin kartınız rəqəminə oxşur. Bəlkə həmin kartı dondurasınız ki, pul oradan çəkilməsin. Dedi ki, biz başqa bir kartı dondurma hüququmuz yoxdur. Polis mühafizə orqanlarına zəng elədim. Oradan da həmçinin belə başa düşdüm ki, onların dəllərindən heç bir şey gəlməyəcək. Nəsə işimiz Allaha qalıb, demirəm, təbii ki, xəbərdarlıq eləmişlər. Yəni öz ağlımıza, yəni hisslərimizə, vicdanımıza qalıb ki, yəni mən belə başa düşdüm, heç kəsə kömək etmək lazımdır. Çünki bu qədər fırıldaqçılar baş alıb gedir və yenə də mənə yazdı ki, yenə də yəni digər yenə məbləğ ata bilərsən və mən onu artıq bilirsiniz özü də necə. Deməli həmin adamın adına uyğun rəsmi belə bir profildir. Dedim ki, mən bəs bu pulu başqa adama atmalıyam. Dedim bəlkə mən bir şey eləyim. Başqa sən mənə atasan, mən sabah səni işə getdiyim zaman yəni bütün məbləğ göndərərəm, amma özümü yandırmıram da. İndi qabağımdakini ağılsız hesab edirəm. Nəysə gördüm həmən profilin adı belə mesajlar silindi. Həmən profil orada itdi. Tamam başqa bir profil gəldi. Bir dəqiqənin ərzində bir 4 dəfə profil dəyişib başqa adamların adına gəldi.